O emarahum bi ekli tayyibet minel rizq. Onlara temiz olan şeylerden yiyin değil. Nereden? Temiz olan. Yani neden yemeyin? Murdar şeylerden, habis şeylerden. İlm ehli buyurur ki ittefakal ulema, alimler ittifak edipler ki sigaret çekmek murdar işlerdendir. İttefakal ulema enne duhan minel habais. Habis işlerdendir. Aydındır. Ona göre Şeyh Ozan'dan soruşanda deyir ki çəkdiyinə görə, aldığına görə, daşıdığına görə günahkardır. Amma cibində namaz qılsa namaz batil değil. Sigaret cibində namaz qılsa, paltanın cibində qalıb mesela. Namaz batil değil. Amma aldığına görə, çəkdiyinə görə vesaire günahkardır. Zaləmə nəfsə, özü nəfsə zülm eləyir. Onu çəkməyini haram eləyir. Həmçin malını israf eləyir. Nə boyda problemlərdir üzərində. Hələ Allah qorusun o halda bəzən insanlar qəzəblənir və s. Gedirlər sanki sığınmaq üçün çəkirlər sigaret. Bu daha pis. Yani dərdləri elə bir ki ondan gedir və s. Nəysə sakitdir və s. Bu daha pis daha. Yəni gedib Allah az qala yəni bu həmin o harama sığınmağa apara çıxardır da Allah qorusun. Ki Peyğəmbər sallallahu əleyhi və səlləm sıxıntı və kədərlə dediyi dualar var. Sadəcə biz o duaların o şəklindən, halından, elmindən qəflətdə etdiyə onu görə tətbiq edə bilmiyorlar.